Uyğunluğu müəyyən edin. Cismin şaquli aşağıya doğru bərabər yeniləşən hərəkət edir. 2. Cisim sərbəst düşür. 3. Cisim şaquli aşağıya doğru bərabər yavaşlayan hərəkət edir. A. Ağırlıq qüvvəsi artır. B. Çəki sıfırdır. C. Çəki azalır. D. Çəki artır. Y. Başlanğıc sürət sıfırdır. Aydındır ki, ağırlıq qüvvəsi yerin yaxın səthində artıb azala bilməz. Ona görə birinci variant A variantı səhvdir. Çəkini biz müqayisə edəcəyik. Çəki bilirsiniz ki, sistemin hərəkətindən asılıdır və P üçün biz M, J plus minus A yaza bilərik. Bilirsiniz ki, əgər A təcili, sistemin hərəkət təcili J ilə eyni istiqamətdə olursa, bu zaman çıxma, əks istiqamətdə olarsa, bu zaman toplamadan istifadə olunur. 1. Şaquli aşağı doğru bərabər yeniləşəndirsə, deməli təcil, sistemin təcili aşağı doğru yönəlmişdir. Yəni J çıxar A olacaqdır. J çıxar A olursa, burada çəki azalacaqdır. C variantı. Aydındır ki, digər variantlar uyğun gəlməyəcəkdir. Xüsusilə başlanğıc sürət sıfırdır, ola bilməz. Çünki tam doğru bir fikir deyil başlanğıc sürət sıfır olmaq. Çünki aşağı doğru bərabər yeniləşən hərəkətin başlanğıc sürət sıfırdır və sıfırdan fərqli ola bilər. 2. Cisim sərbəst düşür. Sərbəst düşən cisim J tərcindən düşdüyü üçün J minus J sıfır olacaq. Yəni çəki sıfırdır. Çəki sıfırdır. 2-yə B variantı uyğun gəlir. Eyni zamanda başlanğıc sürəti sıfır olmalıdır. Çünki sərbəst düşən cisimin başlanğıc sürəti sıfır olur. Y variantıdır. Nəhayət 3-cüdə cisim şaquli aşağı doğru bərabər yavaşan hərəkət edirsə, deməli sistemin təcili yuxarı doğru yönəlmişdir. Yəni J-in əksinədir. Buna görə də düstur plusdan götürülməlidir. Yəni M, J plus A. Bu çəkin artması deməkdir. Deməli çəki artır. Düzgün variant D variantı. Beləliklə də 1-ə C, 2-B, Y, 3-sə D variantı olacaqdır.